bunun yaxşılığı nədir Azərbaycana, bu qlobal media forumun? Çünki Azərbaycan əslində informasiya müharibəsini gələ dünyada qazansın. Bilirsiniz, ən çətin müharibə indi informasiya müharibəsidir. Biz neçə il bundan əvvəl 2020-də gördük ki, necə yaxşı Azərbaycan hərbi bu hərbi müharibəni əlində aldı, torpaqlar azad oldu. Amma informasiya müharibəsi illərlə çəkilir və burada jurnalistləri gətirmək, göstərmək, xas bunları göstərmək ki, görün dağıntılar necə olmuşdu, Qarabağ nə vəziyyətdə idi, çox mühüm bir mövzudur dünyaya çatdırmaq bunu. Şuşa ilk geldiğimizden bu zamana çok büyük gelişim ve değişim yaşamış. Forum zaten katılıyoruz. Orada çok güzel konuları dünyanın önde gelen gazetecileriyle, basın mensuplarıyla tartışıyoruz. Gündeme dair herkes fikirlerini beyan ediyor. Şuşa'da olmasının tabii ki çok büyük bir anlamı var. Bu gelişim, değişim, dönüşüm bizleri son derece mutlu ediyor. Forumdan gözləntilərim çox yüksəkdir və düşünürəm ki, bu media və bütün dünya üçün maraqlı bir müzakirə olacaq. Bəzi məsələlərin, bəzi inkişafların və yeniliklərin ortaya çıxacağını görürəm. Buna görə də burada olmaqdan çox həyəcanlıyam və ümid edirəm ki, yaxşı vaxt keçirəcəyik. Forumda mənim sualım belə olardı. Bakı dünya üçün çox şey edib. Azərbaycan gələcəkdə özünü yeni azad dünyanın paytaxtı kimi görür və müstəmləkə altında olan və ya zorakılığa məruz qalan ölkələrdən gələn insanlar üçün çox şey edir. Biz Bakını dünyanın yeni paytaxtı hesab edə bilərikmi? Mənim sualım bu olardı.